Həmd ancaq Allahadır. Ona həmd edir, ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz. Kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O təkdir, şəriki də yoxdur. Və şəhadət edirəm ki, Muhammed onun qulu və elçisidir. Allah ona və onun ailəsinə salat və salam etsin. Ey iman gətirənlər, Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün. Ey insanlar, sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir. Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin. Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə, cənnətə nail olar. Bundan sonra, şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi isə Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Əməllərin ən pisi dində yeniliklərdir. Sonradan dinə salınan hər bir əməl bidətdir. Hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə oddadır. Ey insanlar! Nəfsləriniz Rəbbiniz tərəfindən hesaba çəkilmədən öncə nəfslərinizi hesaba çəkin və əməlləriniz tərəziyə qoyulmadan əvvəl siz əməllərinizi çəkin. Allaha ərz olunacağınız böyük hesab günü üçün hazırlanın. Həqiqətən də bugün əməl var, amma hesab yoxdur. Sabah isə hesab vardır, amma əməl yoxdur. Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman həmin gün vaqiyə qopacaq, göy yarılacaq və həmin gün o süst olacaqdır. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin ərşini 8 mələk daşıyacaq. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək. Kitabı sağ əlinə verilən kimsə deyəcək, budur, oxuyun kitabımı. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam. O, xoşbəxt həyat sürəcək. Uca bir cənnətdə, elə bir cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaq. Onlara keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşucanlıqla yeyin için deyiləcək. Kitabı sol əlinə verilən kimsə isə deyəcək, kaş kitabım mənə verilməyəydi. Hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı. Var dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi. Mələklərə deyiləcək, onu yaxalayıb zəncirləyin, sonra da cəhənnəmə atın. Onu uzunluğu 70 dirsək olan zəncirə vurun. Çünki o, böyük Allaha iman gətirmədi və heç kəsi kasıbı yedirməyə rəğbətləndirmədi. Bugün burada onun üçün bir dost tapılmaz. Qanlı ilindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər. O gün uğur qazananın və itirənin əməllərini görüb biləcəyi təğabun günüdür. Hesab günü və gerçəyin yəqinliklə görüləcəyi gündür. Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın saptırdığı kimsəyə isə yol göstərən olmaz. O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz günahlarınızı inkar edə bilməyəcəksiniz. O gün zəlzələ və yenidən diriliş günüdür. Qəbirlərdə olanların çölə çıxardılacağı və qəbirlərdə gizlədilənlərin ortaya çıxardılacağı gündür. Yer titrəyib lərzəyə gələcəyi zaman, yer öz yükünü bayra atacağı və insan ona nə olub deyəcəyi zaman
Həmin gün yer öz əhvalatını danışacaq. Çünki Rəbbin ona ilham yolu ilə belə buyuracaq. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. O gün qəlbləri qorxuya salan qariyə günüdür. Nədir qariyə? Sən nə bilirsən ki, nədir qariyə? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş gün görkəmini alacaq. O gün kimin tərəziləri ağır gələrsə, xoşbaxt güzaran sürəcək. Kimin tərəziləri də yüngül gələrsə, məskəni haviyə olacaq. Sən nə bilirsən ki, o haviyə nədir? O, çox qızmar bir oddur. Bütün bərəkətlərin sahibi, ucalar ucası olan Allah buyurur ki, çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, nəhayət qəbirləri ziyarət etdiniz. Yox, siz aqibətinizi hökmən biləcəksiniz. Bir də yox, siz aqibətinizi tezliklə biləcəksiniz. Xeyr, kaş ki yəqin biləydiniz. Siz cəhənnəmi mütləq görəcəksiniz. Həqiqətən öz gözlərinizlə mütləq görəcəksiniz. Sonra o gün neymətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcək. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün icazə belə verilməyəcək. Həmin gün Allah yer üzünü bütünüyle toplayıb tutar və bütün göyləri də sağ əli ilə bükər və buyurur ki, hər şeyin sahibi, hökümdar, məlik mənəm, hardadır dünyanın hökümdarları? Kafirlərə belə xitab olunacaq. Siz imana dəvət olunarkən, küfrünüzdə israr etdiyinizə görə Allahın sizə olan nifrəti, indi sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Onlar deyəcəklər, ey Rəbbimiz, sən bizi 2 dəfə öldürüb, 2 dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. Cəhənnəmdən çıxmağa bir yol varmı? Onlara deyiləcək. Bu ona görədir ki, bir olan Allah çağrıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm uca və böyük Allahındır. Sizə öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək ona dua edin. Ən yüksək dərəcələrin və ərşin sahibi odur. O, öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları görüş günü ilə qorxutsun. O gün insanlar yer üzünə çıxacaq və onlar barədə heç bir şey Allahdan gizli qalmayacaqdır. Allah deyəcək, bugün səltənət kimə məxsusdur? Vahid, hər şeyə qalib gələn Allaha məxsusdur. Bugün hər kəsə qazandığının əvəzi veriləcək, bugün zülm olunmayacaq. Şübhəsiz ki, Allah tez haqq hesab çəkəndir. O gün yer başqa bir yerlə, göylər də başqa bir göylərlə əvəz olunacaq və insanlar tək olan, hər şeyə qalib gələn Allahın huzurunda duracaqlar. O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq. Üzlərini də alov bürüyəcək. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcək. Allah hər kəsə dünyada ikən etdiyi əməllərin əvəzini vermək üçün belə edəcək. Həqiqətən, Allah tez haqq hesab çəkəndir. Zalimların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı, gözlərin bərələ qalacağı günə saxlayır. O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaq. Qorxudan bütün başqa duyğulardan xali olacaq. İnsanları
onlara əzab gələcəyi günlə qorxur. O gün zalimlar deyəcəklər: Ey Rəbbimiz, bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq. Onlara belə deyiləcək: Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz? Siz özlərinə zülm edənlərin yurtlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə agah oldu və sizə misallar da çəkdik. Zalimlar öz hilələrini qurdular. Halbuki onların hiləsi Allaha bəllidir. Onların hiləsi ilə dağlar yerindən tərpənən deyil. Allahın öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən Allah qüdrətlidir, intiqam almağa qadirdir. Həqiqətən Allah qüdrətlidir və intiqam almağa qadirdir. Allah mənə və sizlərə bu əzəmətli Quran ilə bərəkətlər versin. Məni və sizləri onun bütün ayətləri və hikmətləri ilə faydalandırsın. Bu sözlərimi deyir, həm özüm, həm də sizin üçün Allahdan bağışlanma diləyirəm. Şübhəsiz ki, o, günahları bağışlayan Qafur və mərhəmət sahibi olan Rəhimdir.